Bankomatdan pul çıxaran zaman kartınızın PIN kodunu 3 dəfə yanlış daxil etsəz nə baş verər? Bir çoxları düşünür ki, bu zaman kart bloklanır və kartı blokdan açmaq üçün mütləq banka yaxınlaşmaq lazımdır. Lakin bilinənin əksinə kartın PIN kodunu 3 dəfə yanlış daxil edən zaman kart yox, PIN kod bloklanır. Kartın PIN-ni blokdan çıxarmaq üçün isə banka getməyə ehtiyac yoxdur. Əgər bir bank kartınızdan pul çıxaran zaman yanlış PIN-lərə görə kartın PIN-i bloklanıbsa, rahatlıqla bir bank tətbiqinə daxil olub PIN-i bloklanan kartı seçərək aşağıdan PIN cəhlərini sıfırla düyməsini sıxmaq kifayətdir ki, heç bir ödəniş etmədən kartınızın PIN blokunu aradan qaldırıb yenidən bankomata daxil eləyəsiniz. Yox, əgər ümumiyyətlə PIN kodu unutmusunuzsa, bu zaman elə eyni menyudan PIN-i dəyiş seçimini edib kartınıza yeni PIN kod təyin etmək mümkündür. Kartın bloklanması isə PIN blokundan fərqli anlayışdır. Belə hal adətən şübhəli əməliyyatlar zamanı bank tərəfindən və ya şəxsin özünün istəyi əsasında reallaşa bilir. Əgər bank kartınızın fiziki formasını itirmisinizsə və ya oğurlandığından şübhələnirsinizsə, bu zaman bir bank tətbiqinə daxil olaraq müvafiq kartı seçib, kartı blokla alt başlığına daxil olaraq kartın bloklanmasını təmin etmək olar. Bu halda kartla heç bir əməliyyat aparmaq mümkün olmayacaq. Eyni qaydada bu əməliyyatı təkrar icra etməklə kartınızı istədiyiniz anda banka getmədən bir bank vasitəsilə blokdan azad etmək olar. Belə dostlar, ümid edirəm bu məlumat sizin üçün faydalı oldu. Videonu yadda saxlayın ki, kartınız PIN blokuna düşən zaman təlimatı rahat tapa biləsiniz.